öptüm balam. Ay nakam balam, qoy mən girim ora. 2007-ci il təvəllüdlü Elgün İbrahimovun Gəncə şəhərində müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı şəhər prokurorluğunda cinayət işi başlanıb və intensiv ibtidai istintaq tədbirləri aparılır. Hadisənin bütün hallarının araşdırılması üçün zəruri ekspertizalar təyin edilib. Bu məqamda isə sosial şəbəkələrdə Elgünə aid olduğu bildirilən görüntülər yayılıb. Görüntülərdə onun həmin gecə marketə daxil olduğu, alış-veriş etdikdən sonra obyekti tərk etdiyi öz əksini tapıb. Həmin videonu təqdim edirik.